Salamlar, Üç Uşaqlı Ananın bir günü vloquna xoş gəlmisiniz. Mövzumuza keçmədən öncə istəyirəm ki, aldıqlarımı sizinlə bölüşüm. Yuxarıda promokod qeyd eləyəcəyəm. O promokod sayəsində aldığınız hər bir məhsula 30% endirim əldə edəcəksiniz. Duyğu üçün soyuq aylarda geyinməyə 3 ədəd vadalaska almışam. Özümə ağ və qara rəngdə sadə 2 ədəd köynək götürdüm. Bunları həm cins şalvarlarla, həm də uzun yubqalarımla rahat şəkildə geyinə bilərəm. Bu da əynimdə görüntüsü. Ağ köynək yaxşı gəldi. Amma qara köynəyin yaxa hissəsində tikiş xətası vardı. Uzaqdan çox hiss olunmasa da yaxına gəldikdə hiss olunur. Qaytarmağa ərinirəm, ona görə o hissə üçün bir şeylər fikirləşərəm. Mənim dodaqlarım yay-qış demədən hər zaman quruyur. Temuda şərhlərə baxdım və gördüm ki, bu məhsul çox təriflənir. Aldım, 2-3 gündür istifadə edirəm, həqiqətən də xoşuma gəldi. Digər balzamları istifadə etdikdə yarım saat ərzində yenidən dodaqlarım qurumağa başlayırdı. Bunda isə sanki daha gec quruyur. Sonra belə bir əl kremi aldım. Instagram səhifəmdə linklər bölməsindən aldığım məhsulların linklərini tapa bilərsiniz. Düşünürəm ki, bugün bir çox qadının ürəyinə toxunacaq bir mövzu haqqında danışacağam. Bəzən elə gəlir ki, qadınlar bu dünyanın ən çox görünən, amma ən az görülən varlıqlarıdır. Evdə hər şey sanki öz-özünə baş verir. Yemək bişir, paltar yuyulur, uşaqlar bağçaya, məktəbə geyinib gedir, ev tərtəmiz olur. Amma bu öz-özünə deyil. Orada bir qadın var. Yorulmuş, amma susmuş. Hər şeyi tənzimləyən, planlayan, amma özü heç kim tərəfindən fərqinə varılmayan bir qadın. O qadın səhərdən axşama qədər hərəkətdədir, amma onun addımlarını heç kim saymır. Uşaqların ayaqqabısı tapılmır, o tapır. Yemək bişmir, o bişirir. Paltar ütülənmir, o ütüləyir. O nədir? Meyvə. Nədədir? Götür ye. Dadlıdır, ye. Mamaya versən. Mən istəmək Ha, xalqım. istəsən ye. Uşaq ağlayır, o qucaqlayır. Amma o qadın ağlayanda çox vaxt heç kim onun göz yaşını görmür. Çünki o görünməzdir. Ev doludur, səs ilə, uşaqların səsi ilə, işlərlə, amma o qadının səsi içində itib. Hər kəsin həyatında var, amma heç kimin diqqət mərkəzində deyil. Bəzən hətta həyat yoldaşı belə unudur ki, o qadın da bir insan idi. O da bir zamanlar gülməyi, yatmağı sevən, sevilməyi istəyən bir qız idi. İndi isə sadəcə bir funksiya kimi görünür. Ana, qadın, evdar həyat yoldaşı, amma kimdir o insanın içindəki? Bəzən qadın elə yorulur ki, istirahət etmək belə günah kimi gəlir. Çünki beynində səs var. Daha işin qalıb. Uşağın yeməyini düzəlt. Axşam yeməyini bişir. Ev dağılıb və o qadın sakitcə qalxır. Özünü görməzlikdən gəlir. Özünü yorulmağa belə qoymur. Amma bəs o qadın kimə güvənəcək? Kim onu qucaqlayıb deyəcək ki, sən çox şey etmisən, mən görürəm səni. Çox zaman heç kim demir. Çünki hamı o qadının güclü olmasına öyrəşib. Ayaz gel. Gel. O qadın ağlamır. Çünki ağlasa kim uşağa baxacaq? O qadın xəstələnmir. Çünki xəstələnsə ev dağılacaq. O qadın dayanmaq istəmir. Çünki dayansa hər şey dayanacaq. Amma bir gün o qadın bir fincan çayla sakitcə mətbəxdə oturur. Pəncərədən bayıra baxır. Hər şey axır, həyat keçir, uşaqlar böyüyür, illər dəyişir. Və o qadın içindən düşünür. Məni görürlərmi? Mən bu evdə sadəcə bir kölgəyəm. Amma yox, o qadın kölgə deyil. O evin ürəyidir. O evin nəfəsidir. Amma bəzən ürəyin döyüntüsü də duyulmur. Ta ki dayananda fərqinə varırlar.
Bir çox qadınlar var ki, səhər uşağını yola salır, gün ərzində həm ev işlərini, həm yeməyi, həm uşağın dərsini, həm ərinin ehtiyaclarını qarşılayır. Amma axşam hamı yatandan sonra o qadın telefonuna baxır. Bəlkə sosial mediada onun yaşadıqlarını anlayan kimsə bir cümlə yazıb. Bəzən bir sən tək deyilsən yazısı onun üçün terapiyadır. Bax, bu görünməz qadınlar çoxdur. Onlar evdə mətbəxdədir, uşaq bağçasının qarşısında gözləyir, marketdə kassada gözləyir, sosial mediada normal görünür, amma içində böyük bir yorğunluq daşıyır. Onlar güclü görsənməyə çalışırlar, çünki artıq zəif olmaq üçün belə vaxtları yoxdur. Gel. Yavaş. Hiç Ela. Gel. Kömeğiyle at ya. Onu koy stola. Aferin. Put it on the table. Good for you. Bunu da koy sen. Ayın koy. Ayınla elleyemeyiz. Aferin. Kötü. Aferin. Aferin valla. Bak. Bunu da koy ya. Kömeğiyle istedi ya. Səhər yanır balamı. Aferin diyor ya. Kötü var ya. Qadınlar ağlayanda çox zaman sakit ağlayır. Qışqırmır, dağıtmır, səssiz ağlayır. Çünki uşağı oyada bilər, çünki qonşu eşidə bilər, çünki necə yəni ağlayırsan, sən anasan deyərlər. Bax, bu səssiz ağlama görünməzliyin ən real halıdır. Amma mən istəyirəm ki, hər görünməz qadın bilsin. Sən dəyərlisən, səni görmürlər, amma bu dəyərsiz olduğun anlamına gəlmir. Əksinə, səni görmürlər, çünki sən çox işıq saçırsan. O işığın içində başqaları öz kölgəsini görmür. Duygu, benim ağrıyor. Benim yaxşı keçəcək beləndə. Keçəcək. Beləndə yaxşı. Kismədən. Mən o xaldan etmişəm ki. Kismədən. Qadınların çoxu deyir, mən evdə hər şey üçün varam, amma mənim üçün heç kim yoxdur. Çox qadın həyatı belə yaşayır. Amma biz unuduruq ki, qadın tükənəndə ev tükənir. Ana yorulanda evin enerjisi düşür. Qadın gülməyəndə evdə günəş sönür. Aycan, resepeti verim. Yaxşı, verərəm. Gözlə. Yaxşı. Neler yapamayacağımı yaz ver, olur mu? Ama karşında ben Görünməz qadın olmaq təkcə evdə olmaq deyil. Bu cəmiyyətin də yaratdığı haldır. Biz qadınlardan hər şeyi bacaran obrazlar yaratmışıq. Həm ana ol, həm həyat yoldaşı ol, həm işləyən ol, həm səbirli ol, həm gülümsə, həm baxımlı ol, gözəl qal. Bəs kim deyib ki, qadın robotdur? Niyə qadının da ağlamağa, dayanmağa, nəfəs almağa haqqı yoxdur? Bəzən qadın mən yorulmuşam deyəndə cavab gəlir. Sən ana olmusan, bu normaldır. Xeyr, bu normal deyil. Normal olan odur ki, qadın da insan kimi dəyərləndirilsin. Onun hisslərinə, duyğularına yer verilsin. Mən inanıram ki, bir gün görünməz qadınlar görünəcək. Onların yorğunluğuna baxmayaraq içlərindəki güc görünəcək. O qadınlar nə qədər yorulsalar da heç vaxt tam sönmürlər. Onlar o qədər güclüdürlər ki, özlərinə belə etiraf etmirlər. Hər qadının içində mən buradayam səsi var. Bəzən boğazında ilişib qalır, bəzən göz yaşına çevrilir, bəzən sadəcə sakit bir baxışa. Amma o səs var və bir gün o səs gücə çevriləcək. Əgər bu cümlələri, bu səsi eşidirsənsə, sən artıq görünürsən. Sən tək deyilsən. Sənin kimi minlərlə qadın var. Eyni yorğunluqda, eyni səssizlikdə, eyni sevgi içində. Amma bir fərq var. Sən artıq bunu görürsən və bəlkə də bu dəyişimin başlanğıcıdır. Sən görünməz deyilsən, sadəcə çox parlaq bir işıqsan
və bəzən insanlar o işığa baxmağa cəsarət etmir. Amma sən yanmağa davam et. Çünki ev sənin işığınla isinib. AVM'deyiz. Doğru söylüyorsun. Nə bişirirsən gözəlim? Aferin, aferin. Aferin sənə. Hocam, sənə nə olub? Ay, sənə nə olub? Mən heç vaxt düşünməzdim ki, bir gün bu qədər yorulmaq da adiləşəcək. Əvvəllər yorulanda oturub nəfəs alardım. İndi yoruluram və sadəcə işimə davam edirəm. Çünki dayansam, kim davam edəcək? Gecə uşaqlar yatır, ev sakit, çayını süzürsən və beynində sükut qışqırır. Elə bil, hər səssizlikdə bir səs var. Səni kim görür? Səni kim anlayır? Amma o suallara cavab vermirsən. Çünki cavab verəcək vaxtın olmur. Bəzən güzgüyə baxanda özünü belə tanımırsan. Deyirsən ki, bu kimdir? Əllərində qab sabunu, gözlərinin altı qaralıb, saçını düzəltməyə həvəsin yoxdur. O qız hara getdi? O gülən, sevinən, arzularla dolu qız. İndi sadəcə bir qadın var. Plan cədvəli kimi. Sübdən qalx, yemək hazırla, uşağı yedirt, uşağı yu, sus, döz, gülümsə. Amma içində o qız hələ də var. Bəzən uşağının gülüşündə hiss edirsən onu. Bəzən musiqi açanda birdən ayaqların titrəyir. O köhnə hiss gəlir. Sonra dərhal xatırlayırsan. Yox, hələ qablar yuyulmayıb, yox, hələ paltarları ütüləməmişəm və o hiss sönür. Mən çox vaxt düşünürəm, qadınlar necə bu qədər dözür? Sonra yadıma düşür ki, ana olanda içində bir əlavə güc yaranır və o gücü hamımız istifadə edirik. Bəzən yoldaşımıza baxırıq, o da işdən gəlib yorulub. Amma onun yorğunluğu fərqlidir. Onun yorğunluğu məni başa düş. İstəyidi. Amma bizim yorğunluğumuz isə səssizdir. Ev yığışdırırıq, uşağa baxırıq, yemək bişiririk, amma pul qazanmırıq deyə. Yorğun olsaq belə səsimizi çıxarmağa icazəmiz yoxdur. Yes, Papa. No, Papa. No, Papa. Əgər yoruldum desək, cavab budur. Mən də işləyirəm, yoruluram. Hamı yorulur. Əgər artıq gücüm çatmır desək, cavab budur. Sən anasan, bacararsan. Amma insan bəzən bacarmaq istəmir. Sadəcə bir nəfəs, bir baxış, bir qucaq istəyir. Heç kim fərqinə varmır, amma görünməz qadınlar hər gün biraz daha az danışır. Çünki o danışmayanda heç kim nəsə itirmir. Amma həmin qadın susanda içində nəsə ölür. Bəzən qadın mətbəxdə tək olanda dayanır. Qaşığı əlində uzun müddət tutur, sadəcə dayanıb baxır. Qəribə bir hiss yaranır. Sanki bu onun həyatı deyil. Amma sonra bir uşaq səsi gəlir. Ana deyə çağırır. Və həmin insan yenə o qadına çevrilir. Elə bil həmin qadının iki həyatı var. Biri içində, biri kənarda. Kənardakı qadın hər şeyi idarə edir. İçindəki qadın isə səssizcə gözləyir. Bəlkə bir gün sən də məni xatırlayarsan. Görünməz olmaq təkcə başqalarının səni görməməsi deyil. Bəzən sən özünü də görmürsən. O qədər başqaları üçün yaşayırsan ki, bir gün baxırsan, sənin üçün heç kim qalmayıb. Özün də daxil. Amma sonra bir an gəlir. Uşağın sənə baxır. Ana, sən çox gözəlsən, deyir. Onda içindəki o unudulmuş qadın gülümsəyir. Çünki bəli, görünməz olsa da o qadın işıq saçır. O evin istiliyi onun varlığıdır. O sakit dayanır, amma dünyanı daşıyır. Bəzən fikirləşirəm ki, görünməz qadın olmaq bəlkə də bir mərhələdir. Bəlkə də bu içindəki səni, içindəki səsi böyütmək üçündür. Çünki bir gün gələcək, o qadınlar danışacaq. Sakit, amma güclü səslə. Onda hər kəs anlayacaq ki, bu evləri, bu həyatı, bu sevgini daşıyanlar elə o görünməz qadınlardır. Mənim adım ana ola bilər, qadın ola bilər, həyat yoldaşı ola bilər. Amma mən varam. Məni görməsələr də mən yaşayıram, mən yaşadıram. Məni eşitməsələr də mən yaradıcıyam.
Məni tanımasalar da, mən hər səhər yenidən doğuluram. Və bəli, bəlkə də bu gün mən görünməzəm, amma mənim sevgim bütün bu dünyanı görünür edir. Əzizlərim, sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, gözəl rəy yazmağı unutmayın. Özünüzdən müğayət olun, gələn vloqlarda görüşənədək. Her şey. Let's count them. 1, 2, 3, 4, 5, 6, 7, 8. We have 8 cups. Gel. Gel. Ay Allah, ana üstündə davadır. Ana üstündə davadır. İtələmə, duyğu yıxılar, eləmə. Gözüm çıxdı. Neynir? Qucağıma gəlir də duyğu. Sən də balamsan, o da balamdır da ürəyim.